Xəbər verdiyimiz kimi qırmızı və yaşıl xətlərin ayrılması layihəsi çərçivəsində Cəfər Cabbarlı və Nizami stansiyaları arasında birləşdirici tunelin inşa edilməsi səbəbilə 28 may stansiyasından Dərnəgül stansiyası istiqamətinə doğru qatarların hərəkəti müvəqqəti təşkil edilməyəcək. Bu isə o deməkdir ki, Dərnəgüldən Əhmədliyə və əks istiqamətdə gedən sərnişinlər çətinliklə üzləşəcək. Belə ki, Əhmədli istiqamətindən gələn sərnişinlər 28 mayda düşməli olacaqlar. Onlar piyada, avtobus və ya taksi ilə Nizamiyə getməli, sonra həmin stansiyadan Dərnəgül istiqamətinə doğru hərəkətə davam etməlidirlər. Dərnəgüldən gələn sərnişinlər də eyni çətinliklə üzləşəcəklər. Təbii ki, bütün bunlar sərnişinlər üçün vaxt itkisi ilə yanaşı əlavə xərclərə də səbəb olacaq. Qeyd edək ki, metrodan gündəlik orta hesabla 500 min nəfər istifadə edir. Bunun da təqribən 300 mini Dərnəgül istiqamətində hərəkət edir. Sözü gedən istiqamətdə qatarların hərəkətində tətbiq olunacaq məhdudiyyətdən sonra isə sərnişinlər gündəlik 1 manat yox, 3 manat ödəməli olacaq. Ay ərzində əlavə 60 manat. Bu da ay ərzində 18 milyon, qeyd olunan tunelin inşası üçün nəzərdə tutulan 8 ay ərzində isə 144 milyon manat edir. Söz yox ki, burada qazanan yenə Bakı metropoliteni və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi olacaq. Metrodan istifadə edən yüz minlərlə vətəndaşa isə üzləşdiyi həm maddi, həm də mənəvi çətinliklər qalacaq. Bu qərar əhalinin metrodan istifadəsinin yaşlaşdırılması, sıxlığın aradan qaldırılması üçün nəzərdə tutulmuş olsa da, əlavə xərcləri nəzərə aldıqda son nəticədə vətəndaşların hüququ pozulmuş olmurmu? Olmazmı ki,